Trading kimlər üçündür və nəyə görə hər kəs tradinglə məşğul ola bilməz? Video sonuna qədər baxın, heç kimin demədiyini sizə deyəcəm. Məsələ burasındadır ki, son illər bütün dünyada olduğu kimi bizim ölkədə də kriptovalyuta birjasına, ümumiyyətcə tradingə maraq həddindən artıq artıb və insanlar əsas məsələni bilmirlər və bunun da səbəbi, yəni bu sahəyə meylliliyin, marağın səbəbi də bir çox, bütün dünyada da belədir. Bir çox treyderlərin, yəni bloqları, səhifələri olan treyderlərin həvəsləndirici videoların, şirinlikləndirici videoların paylaşması ilə bağlıdır. Pul göstərirlər, maşın göstərirlər, yəni biri gedir restoranda yemək yeyir, restoranı göstərib, yediyi yeməkləri göstərir, nə bilim dincəlməkləri göstərirlər, xaricə səyahət edirlər. Yəni zəngin həyat tərzini yaşadıklarını göstərirlər və bununla insanları cəlb edirlər. Bu da bildiyiniz kimi insanların ən zəif yeridir. Çünki hər kəsin pula ehtiyacı var, hər kəsin problemi var. Amma insanların əksəriyyəti bilmir ki, bu peşə ilə məşğul olmaq üçün beyin buna uyğun olmalıdır. Belə anadan olmalısan. İnsanın beyni, bədəni, orqanizmi stresə davamlı olmalıdır birinci növbədə. Hesablamalara, yəni meyilli olmalıdır, analitik qabiliyyətə meyilli olmalıdır ki, bu sahədən, bu işdən baş çıxara bilsin. Təsəvvür edin, bir aşpaz anadan gəlmə yemək yeməyi sevir və yemək pişirməyi çox sevir. Buna çox meyillidir. Bir musiqiçi, musiqi duyumu var. Yəni gəlin də bu insanlara hesablamanı öyrət, mühasibatlığı öyrət və ya texnologiyanı öyrət. Bu çətin məsələdir. Hər kəs buna maraq göstərir bu sahəyə, elə bilir ki, gələcəm, düyməni basacam, zəngin olacam. Bu əsla belə deyil. Hər kəs vəkil ola bilməz, hər kəs musiqiçi ola bilməz, hər kəs aşpaz ola bilməz, hər kəs süpürgəçi ola bilməz. Hər peşənin öz adamları var, hər kəsinə Allah bir yolla bir ruzu verir. Amma insanların nədənsə bu yola, yəni gəlin, burada çoxlu pul var, mən qazandım, siz də qazanın kimi belə bir video paylaşırlar. Bunlar əsla aldadıcı, yəni videolardır. Bunlara qətiyyən inanmayın. Təsəvvür eləyin ki, bir market işlədən bir insan səhərdən axşama qədər marketdən qazandığı pulu reklam eləyir. Sonra o qazandığı pulla gedib dincəlməklərini, yeməklərini reklam eləyir ki, siz də gəlin market işlədin, marketdə yaxşı pul var. Və yaxud da ki, restoran işində bir restoran sahibi səhərdən axşama qədər restorandan qazandığı pulu reklam eləyir ki, gəlin restoran işlədin, burada pul var. Eynisi ilə də ev alqı-satqısında, maşın alqı-satqısında heç kəs bu işi reklam öz işlədiyi sahəni, peşəni belə reklam eləmir ki, hamınız gəlin bu işlə məşğul olun. Məntiqlə düşünün ki, nəyə görə insanlar, yəni bu videonu paylaşan insanlar sizin pul qazanmağınızda maraqlı olmalıdır? Yəni əslində heç də belə deyil. Sadəcə olaraq ən rahat yolu, ən belə dəqiq yolu da, yəni bu insanların beyninə işləyən, nəfsinə işləyən bir yoldur ki, bununla insanları cəlb edirlər. Mən buradan bütün, yəni öz ölkəmdən danışıram, bütün bu səhifə işlədən treyderlərin, blogerlərin hamısına bir müraciət edirəm ki, insanları yəni bu yolla cəlb eləməyin. Çox güman ki, biliyiniz də var, yəni qazanırsınız da, Allah qazancınıza bərəkət versin. Çalışın insanları maarifləndirin, çünki bu işdə məşğul olan çoxlu sayda insanlar var. Onların bilmədiyi bir bilgilər var, o bilgilərlə insanları cəlb eləyin. Çalışın elə bir maraqlı videolar paylaşın ki, onlar bilmədiklərini də sizdən öyrənsinlər və dua eləsinlər yəni canınıza. Bundan yəni artıq nə ola bilər ki? Marağında olanlar, bu sahədə olanlar, biliklərini, təcrübələrini artırmaq istəyənlər zaten bir müəllimin deyim, bir treyderimi seçib ondan bir bilgi almaq istəyəcək. Yəni bu elədikləriniz yəni vallahi hamısı artıq şeylərdir. Yenə də bir daha vurğulayıram. Yəni hər kəsə müraciət edirəm. Yeni başlamaq istəyirsinizsə bu sahəyə, siz də görmüsünüz, maraqlanmısınız, yəni nəfsiniz çəkir yəni bu sahəyə, 100 dəfə oturun fikirləşin. Mən stresə davamlıyam-mı? Yəni mən səhərdən axşama qədər risk eləyib bədənimi, beynimi, yəni bu boyda əzaba, əziyyətə, stresə soxa bilərəmmi? Yəni mən buna tab gətirə bilərəmmi? Çox çətindir. Qazanmaq olurmu bu sahədə? Təbii ki, olur. Çox qəşəng qazanmaq olur. Amma o qazandığını qorumaq çox çətindir. Yəni insan beyni bu qədər risk etməyə, bu qədər sinir yaşamağa, stres yaşamağa meyilli deyil. O yüzden yaxşı-yaxşı fikirləşin. Əgər həqiqətən, yəni bu sahədəsinizsə artıq, fikrinizi, biliklərinizi, yəni təcrübənizi artırmaq istəyirsə başqa məsələ. Amma yeni gəlirsinizsə, bu artıq bunu fikirləşirsinizsə, yenə də 100 ölçün, bir biçin, sonra qərar verin. Bu sahə həddindən artıq çox ağır sahədir. Yəni bunu bilməyinizi istəyirəm.